Həyatda hələnin öz yeri vardır. Taleyimlə barışmağı bacardım. Bilirəm ki, 5 günlük qonağam, düz deməyi danışmağı bacardım. Milik Yevdayev, Azərbaycan dağ yəhudilərinin böyük missiyası. Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələrinin, multikultural ruhunun və dinlərarası harmoniya modelinin ən parlaq simalarından biri də Azərbaycan dağ yəhudiləri icmasının sədri Milik Yevdayevdir. O, yalnız bir icmanın rəhbəri kimi deyil, həm də ölkəmizin dini və etnik müxtəlifliyinin qorunması, cəmiyyətlər arasında dialoqun gücləndirilməsi və mənəvi birlik ideyalarının daşıyıcısı kimi tanınır. Qırmızı qəsəbənin qədim yəhudi irsindən gələn Milik Yevdayev bütün fəaliyyəti boyunca dağ yəhudilərinin ənənələrini, mədəniyyətini, ana dilli dini məktəblərini və həmrəyliyini yaşatmaq üçün yorulmadan çalışmışdır. Onun rəhbərliyi altında icma ölkənin ictimai, siyasi və mədəni həyatında daha fəal iştirak etməyə başlamış, Azərbaycan yəhudiləri tarixən olduğu kimi bugün də dövlətçilik ideyalarına sədaqət nümayiş etdirmişdir. Milik Yevdayev Azərbaycanın dünyada nümunə göstərilən tolerantlıq modelinin təbliğində xüsusi rol oynayır. O, müxtəlif beynəlxalq forumlarda, konferanslarda və rəsmi görüşlərdə ölkəmizdə dini və etnik azlıqlara göstərilən yüksək qayğılı faktlarla dünyaya çatdırır. Onun çıxışlarında əsas ideya Azərbaycan dövlətinin daim xalqların birgə yaşayışını, sülhü və qarşılıqlı hörməti dəstəkləməsidir. Milik Yevdayevin rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən sinaqoqların bərpası, dini icmanın sosial layihələri, maarifləndirici proqramları və xeyriyyə təşəbbüsləri uğurla həyata keçirilir. O, xüsusilə gənc nəsil arasında milli mənəvi dəyərlərin təbliği, müəllimlərin və dini xadimlərin dəstəklənməsi, eləcə də icmanın ümumi rifahının yüksəldilməsi istiqamətində rəğbət doğuran addımlar atmışdır. Azərbaycan-Yəhudi dostluğunun sarsılmaz körpüsü. Bugün Milik Yevdayev təkcə icmanın rəhbəri deyil, həm də Azərbaycan-İsrail əlaqələrinin möhkəmlənməsi üçün ictimai diplomatiyanın fəal iştirakçısıdır. O, iki xalq arasında mədəni, elmi və humanitar əməkdaşlığın genişlənməsinə xidmət edən çoxsaylı layihələrin təşəbbüskarı kimi tanınır. Milik Yevdayevin fəaliyyəti Azərbaycan cəmiyyətinin müxtəlifliyinin güc olduğunu, tolerantlığın isə ölkənin inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrildiyini bir daha göstərir. O, xalqlar arasında körpü, dini icmalar arasında harmoniya yaradan bir şəxsiyyət kimi Azərbaycan multikulturalizminin önəmli simalarından biridir.